Muhammed, bir dənə riyaziyyat atmısan, səhifə neçədir bilmirəm, baxında görəsən. Birinci vərəqə, bax, izah edirəm. Bu, yuvarlaq ədədlərin vurulmasıdır. Biz keçmişik sonu sıfırla qutaran ədədlərin vurulması. Belə deyirlər də, yuvarlaq vurma, sonu sıfırlı ədədlərin vurulması. 5 və 5-i 25-i biz bilirik. Artıq 50-ni 5-ə vuranda bizə çətinlik lazım deyil. 5 5-in 25 olduğunu bilirik, 0 atırıq dalına. 50-ni 50-yə vursaq, 5 5-i 25 olduğunu bilirik. 1, 2, 1 0 bu vuruqda, 1 0 vuruqda. Atdıq bura, 2 0, cavab 2500. 50-ni vursaq 500-ə, yenə biz 5 dəfə 5-in 25 olduğunu bilirik. 5 5 25 yazırıq. 1 2 3 1 2 3 0-ı atdıq hasilə. Deməli, vuruqların hər birində neçə 0 varsa, onu ilə avtomatik biz hasilə yaza bilirik. Bölmədə də onun kimi baxaq. Yəni bölmə də onun kimi asan bir şeydir. 24-ü 6-ya böləndə 4 eləyir, bunu bilirik. 246-ya böləndə çətin bir şey deyil. Yenə 24-ü 6-ya bölən 4 elədiyini bilirik, 0 atdıq dalına. Yəni bu 0-ı niyə atdıq deyirik? Yoxsa 0-ı 6-ya böləndə 0 eləyir. Da elə deyirik ki, avtomatik bunu 0-ı dalına atırıq. Deməli, 2400-ü bölsək 4-ə, 24-ü 4-ə 6, 1 2 0 atdıq 2 0 qismətə. 24.000-i bölək 4-ə, 24 4-ə böləndə 6, 1 2 3 0. 3 0 avtomatik atdıq qismətə. Orada sonra məsələm var. Bax, görsən, ədədi ortaya aiddir, orta hesabla. Orta hesab demək, ədədi orta deməkdir. Məsələlərdə orta hesab deyirlər, orta qiymət deyirlər, belə bir şey deyirlər. Bir də görsən, misal verir, deyir, verilən ədədlərin ədədi ortasını tap. Həmin eyni şeydir. Ədədləri toplayırıq, onun cəmini neçə tapırıq, cəmini tapandan sonra neçə dənə ədəddirsə, ədədin sayına bölürük. Biz burada 1, 2, 3, 4 dənə ədədi topladıq. 19.000, 19.000 də 4-ə böləndə 4750 eləyir.